Okey, 2D'nin son dersi və bu dərsdə nələr öyrənəcəksiniz, onlar haqqında qısa məlumat verəcəm. Burada hal-hazırda yəni öyrənəcəyiniz şeylər iş həyatında və ya gələcəkdə hər hansısa bir proyektdə demək olar heç istifadə eləməyəcəksiniz. Sadəcə bunlar haqqında məlumat verirəm ki, bəlkə iş intervyularında sizə bu suallar verilə bilər və ya kompleks bir modelingdə falan bu kimi şeyləri görə bilərsiniz. Yəni burada görəcəyiniz şeylər istifadə eləməyəcəksiniz deməyimin səbəbi odur ki, bunlar 2D'də istifadə olunur. 3D'də istifadə olunur da, amma 2D'də bunlardan çox istifadə olunmur. Çünki sonradan dəyişməsi biraz problem olur, düzgün texnika ilə çəkilmə problemləri olur. Amma yenə də bunlar haqqında kiçik bir məlumat verəcəm. Başlayaq burada chamfer'la. Biz filleti görmüşdük. Chamfer'ın işlənmə qaydasını görəcəyik indi. Chamfer harda işlənir? Məsələn, burada bir örnək verək. Gələk buradan bir çəkim eləyək. Chamfer məsələn, tutaq ki, bizim bu originimizdir. Origindan bu şəkildə belə bir model çəkmək istəyirəm, düzdürmü? Bu modeli çəkərkən ilk ağlıma gələn nədir? Bunlar line'lardan istifadə eləyərəm. Bunu və ardınca bu şəkildə line'dan istifadə eləyərək çəkərəm. Amma burada daha qısa bir yolu var. Gördüyünüz kimi bu əslində bir rectangle'dır. Bu şəkildə gəlib rectangle'dır. Sanki buraları kəsilib atılıb. Bu hissələr kəsilib atılıb. İndi məsələn belə bir model çəkmək istəyiriksə, gəlirik buradan rectangle seçirik, tutaq ki, 100-ün 100-ə bir rectangle deyək. Gəlirik buradan həmin modeli çəkməyə çalışırıq. Məsələn, chamfer'a giririk. Filletlə eyni funksiyadır. Normalda giririk chamfer'a. Burada chamfer'ın iki növü var. Distance olaraq vermək və ya angle olaraq. Bunlar angle olaraq demək olar heç verilməyəcək. Dediyim kimi 2D'də çox az istifadə edəcəksiniz. Distance olaraq yadınızda saxlayın. Distance'da da iki növ var yenə. Equal distance var. Ondan əvvəl olaraq isə unsymmetric distance deyim. O şəkildə var. Bir-birinə equal olmayan, bərabər olmayan distance'lar var. Məsələn, 10 verdiyimiz zaman ölçüsü sadəcə gəlib bu nöqtəyə klik elədiyim zaman ona mənə bir chamfer verir. Çox rahatlıqla tez bir şəkildə çəkmək olur bu. Sanki o xətti 10 olaraq sağa və sola buradan kəsir. Daha sonra isə bunu unequal eləyib onun 20-yə deyə bilərəm. Sonra gəlib bura klik eləyə bilərəm. Burada yenə mənə uyarı verəcək ki, rectangle'ın shape'i pozulacaq. Yenə onun 20-yə bu şəkildə verə bilir və ya equal eləyib bu böyük ədədlərdən də istifadə edə bilərsiniz. Yəni 50 verib, gəlib bura klik elədiyiniz zaman 50-nin 50-yə bu şəkildə də verə bilir. Və qabağımıza belə qəribə bir fiqur da çıxa bilir. Bunu silirəm. Chamfer'ın işləmə qaydası bu qədər. Daha çox öyrənməyə ehtiyac yoxdur. Bu qədər kifayətdir. Daha sonra ellipsə keçirəm. Ellipsin işləmə qaydasını göstərəcəm. Ellipsin altında parabola var, konik falan var. Bunları öyrənməyə heç ehtiyac yoxdur. Hətta ellipsi çox az istifadə edəcəksiniz. Bəlkə çox özəl proyektlərdə istifadə edərsiniz. İş həyatında demək olar heç istifadə eləməyəcəksiniz. Ellipsin məsələn çəkilməsi necə olacaq? Gəlirəm origina klik eləyirəm. Bu şəkildə ellipsin hal-hazırda mənə özünün bu şəkildə radiusunu istəyir. Girirəm. İstədiyiniz kimi böyüdüb balacalaşdıra bilərsiniz bu şəkildə. Bura qoyuram. Sonra ellipsə mən ölçü verməyə çalışacağım indi. Ellipsə ölçü verərkən bu nöqtələrdən istifadə eləyin. Uzunluğa fərq yoxdur. Hər hansısa bir ölçü qalsın. Və ya gəlirəm. Buradan bura ölçü verirəm. Bu şəkildə. Ellipsə ölçü verdikdən sonra görürük ki, fully defined olmadı. Fully defined olmanın səbəbi nədir? Bunun positionu tam olaraq bilinmir. Yəni rotate edə bilir. O zaman nə edirik? Bu nöqtəyi seçirik və origin nöqtəmizi seçirik. Bunları gəlirik, horizontal eləyirik. Və ya gəlib bunları vertikalda eləyə bilərik. Çəkəcəyiniz ellipsə görə dəyişir bunların hamısı. Vertikalda eləyə bilərik bu şəkildə. Ellipsdən başqa öyrənilməsi gerəkən bir şey yoxdur. Bu qədər bəs eləyir. Daha sonra burada spline-la istifadə qaydasını göstərəcəm. Spline nə işə yarayır? Yenə dediyim kimi burada fərqli spline növləri var. Bunların backgroundunda
Yəni bu spline'ların işləməsinin backgroundunda aşağıdakılar equal driven curve'lər falan var. Onlar riyazi anlayışlara əsaslanır bəziləri. Onun üçün hal-hazırda onlara heç öyrənməyə ehtiyac yoxdur. Sadəcə ilkin istifadə edəcəyik biz. Spline nə məna verir? Yəni biz yenə line çəkirik, bir xətt çəkirik, amma bu xətt bizdə daha sərbəstdir. Necə sərbəstdir? Məsələn, ilk klik bura eləyirəm, origina eləyirəm. Daha sonra ikinci klik istəyir məndən. Gördüyünüz kimi, yəni xətt straight xəttdir, yəni düz xəttdir. Amma gəlib mən bura klik elədiyim zaman və buradan ayrıldığım zaman biraz görürəm ki, o xətti istədiyim kimi belə əyə bilirəm. Məsələn, bir nöqtə qoyub, bu şəkildə bir nöqtə qoyub, eska bassam, daha sonra çıxacaq, bu burada sonlandıracaq. Eska basıram və bunu straight line olaraq görürəm, amma straight deyil. Gəlib buna klik elədiyiniz zaman, burada gördüyünüz kimi gri balaca oxlar çıxır burada. Bunlardan tutub dartdığınız zaman, buna istədiyiniz kimi bu şəkildə shape verə bilirsiniz. Bu şəkildə shape'lər verə bilirsiniz və ya bu hissəsinə. Bu şəkildə shape'lər verə bilirsiniz. Yəni spline biraz daha flexible modellər üçün istifadə olunur. Hal-hazırda çox ehtiyac yoxdur, amma yenə məsələn 1, 2 və 3-cü nöqtə bura qoyuram, hətta 4-cü nöqtəni çəkirəm və burada eski basıram, bax hara getsəm, bura getsəm belə, buralara gəlib çıxsam belə, eski bassam bu nöqtədə bitirir mənim üçün. Məsələn, spline-a da yenə bəzi ilişkilər vermək olur. Məsələn, buradan bura qədər ilişki vermək olar. Məsələn, belə bir şey eləsəm və gəlib buradan da bura bir ilişki versəm, artıq bu üzrə hərəkət edir mənim spline'im gördüyünüz kimi. İndi gəlib bunlara da, məsələn, buna gələk, horizontallıq ilişkisi verək. Burada gördüyünüz kimi artıq belə hərəkət edir. Sonra gələm bunları bir-birinə bərabər eləyə bilərəm. Məsələn, tutaq ki, gəlirəm buradan bir line çəkirəm bura, center line, sonra bura birləşdirirəm. Bunu da bu şəkildə eləyirəm. Bir-birindən biraz daha asılı olur, gördüyünüz kimi. Orada sabit qaldıqca yavaş-yavaş arta bilir. Bu şəkildə spline'lara da limitləmələr vermək olur, istədiyiniz kimi yönləndirmək olur. Məsələn, gəlib buradan biraz daha bu shape-ə sala bilərik. Dediyim kimi. Daha sonra bu spline'ların equation driven curve'ləri gördüyünüz zaman spline'ların arxasındakı, yəni background'undakı riyazi hesablamalar necə olur və necə tapılır? Riyaziyyatdan da bildiyiniz kimi, yəni sinüs, kosinüs falan və ya tangent və ya bu kimi şeylərin background'una əsaslanır bu spline'in çəkilməsi. Bunlar haqqında da gələcəkdə məlumatlar verəcəm. Hal-hazırda bu qədər bəsdir. Daha sonra nədir? Daha sonra isə nöqtədən istifadədir. Nöqtəni istədiyiniz yerə bu şəkildə qoya bilərsiniz. Nöqtə deyəcəksiniz harda lazım olur. Məsələn, tutaq ki, gəlmişəm, bir line çəkirəm. Hətta 2 dənə belə line çəkək. Smart Dimension'dan buna ölçü verək. Məsələn, tutaq ki, 100 veririk. Burada da gələk, məsələn, bir ölçü verək, 70 verək. Gələm, bura bir nöqtə qoyuram. Məsələn, bura bir nöqtə qoyuram və bu nöqtəyə ölçü verirəm. 40. Və mən burada bu nöqtədən istifadə edərək 40 ölçümün harda olduğunu görə bilirəm. Bəzən olur ki, bu 40 ölçüsü sizə lazım olur böyük bir modeldə. Hər dəfə gəlib onu görmək istəyirsiniz ki, 40 ölçüsü hara gəlib düşür. O zaman nöqtədən istifadə edirik və ya gələcəkdə həqiqətən nöqtənin ən önəmli işlədilən yerlərini görəcəksiniz 3D modelingə keçəndə. O zaman nöqtədən istifadə edəcəksiniz ki, oralarda çox önəmli olur. Məsələn, çevrədə bildiyimiz kimi 4 dənə tutulma nöqtəsi var. Burada, burada, burada və burada. Biz əlavə eləyə bilərik. Məsələn, bura bir nöqtə qoyub, bura bir nöqtə qoya bilərik. Sonra gəlib, buradan center line çəkib, digər bir center line'ı buradan çəkib, gəlib buna ölçü verə bilərik. Məsələn, 45 dərəcədə olsun o nöqtə və mən 45 dərəcəmin
hara düşəcəyin rahatlıqla bilirəm bu nöqtədən. Məsələn, bu nöqtədən bir line çəkməliyəm və gəlib bununla birləşməlidir. Bu şəkildə çəkimlər verə bilərik. Məsələn, gəlirəm bununla bunu bu şəkildə eləyirəm. Belə bir çəkimlər eləmək üçün lazım olur bəzən. Nöqtədən istifadə edə bilərsiniz. Nöqtədə bu qədər. Daha sonra isə biz burada circular pattern görmüşdük, linear'ı görməmişdik. Linear pattern yenə 3D'də çox istifadə olunur, 2D'də linear pattern istifadə eləmək heç məsləhət deyil. Amma yenə linear pattern 2D'də istifadəsini göstərəcəm sizə. Gəlin buradan center line'dan 2 center line'ımızı bu şəkildə qoyuram. Bunu vertikal eləyək. Bu şəkildə center line qoyuram. Daha sonra bura bir onluq çevrə çəkirəm. Okay. İndi burada mən yenə bu curve, yəni circular patternına olduğu kimi, yəni gəlib bunu seçib linear patternına girsəm, avtomatik olaraq algılayacaq ki, biz nəyi çoxaltmaq istəyirik. Burada x-axisini görürsünüz. Yəni bu x-axisini burada da görə bilərsiniz. Bu x-axisine görə çoxaltma verir. Yəni bu şəkildə. Bu da y-axisine görə verir. Burada y-i z göstərib, amma bu 3D'nin mövzusudur ki, bunu sizə izah edəcəm. Niyə burada z göstərir? Burada hal-hazırda belə yadda saxlayın. X və ya y və ya ola bilər ki, bu x'i buradan silib istədiyiniz burada şey də verə bilərsiniz. Məsələn, line'ı da verə bilərsiniz. Bura bunu seçə bilərsiniz və bu şəkildə çoxalda bilərsiniz. Məsələn, mən x'i seçmədim. Hətta belə bir şey deyək. Bundan çıxıram. Belə bir line çəkirəm buradan. Center line. Daha sonra gəlib buna girirəm. Bunu seçirəm. Sonra linear pattern'ıma girirəm. Burada gördüyünüz kimi x'i siləcəm indi. Onun yerinə bunu seçəcəm. Bunu da çoxaltmaq istəyirəm mən. Görürsünüzmü? Yuxarıda artıq burada çoxaltma olur. Şimdi bunlar arasında məsafələr. Bunlar arasında dediyim mərkəzlər arasında məsafələr. Yəni hər circle'dan circle'a 10'dur. Məsələn, bizim öz circle'ımız 10'dur. Buradan bura 5, buradan da bura 5, yəni 10. Mərkəzdən mərkəzə məsafə 10 olduğunu bildirir. Mən burada 20 yatsam, mərkəzdən mərkəzlər arasındakı məsafə 20'yə qalxacaq. Bu şəkildə olacaq. Buradan istədiyiniz kimi ədədin çoxaldıb azalda bilərsiniz. Və bundan əlavə olaraq y-ə də bunu əlavə edə bilərsiniz. Məsələn, y-əksisimin də sabit olduğunu göstərib, yenə y-də də bunu çoxalda bilərəm. Görürsünüzmü? Y-də də çoxalır bu. Gəlib y-də də bunu 20 verə bilərəm məsafəsin və ortaya belə bir şey çıxa bilər. Məsələn, istədiyiniz kimi çoxalda bilərsiniz. Dediyim kimi, bu direction deməkdir. Yəni, direction 1, direction 2, o deməkdir ki, istədiyiniz direction seçə bilərsiniz. Gəlib bu y burada silib, mən bunu x-də eləyə bilərəm. Və gəlib x-də çoxaldaram. İstədiyinizi seçə bilərsiniz. Və OK vurduğunuz zaman bu şəkildə sizin qabağınıza görüntü çıxacaq. Hər hansısa birinin mərkəzindən tutub dartmağa çalışaq. Bunlar arasındakı məsafə və positionları tam olaraq bilinmir. Bu arada linear və circular patternlar biraz çoxaltma növü olduğu üçün bəzən tutulmalar və crashlər verə bilir. Onun üçün 2D sketchdə istifadə olunmur çox, 3D'də istifadə olunur. Çünki 3D'də bu tutulma vermir heç vaxt. Bununla bunun mərkəzin gətirib mən horizontal elədiyim təqdirdə artıq görürsünüzmü? Horizontalda hərəkət edir. Gələm, buna məsafə verirəm. Məsələn, mən 20 vermişdim. Gəlib elə promoy buradan 20'ni girə bilərəm. Artıq altdakı bunları görürsünüz, avtomatik olaraq fully defined oldu. Yuxarıdakılar da eyni məntiqdir. Yenə, yəni bununla paralel eləyəcəyik. Daha sonra yenə aralarında məsafə verəcəyik və salam. Başqa burada bir şey yoxdur. Yəni, dediyim kimi, bundan demək olar, heç istifadə eləməyəcəksiniz, sadəcə 3D'də istifadə edəcəksiniz. Bunu da silirəm. Bu şəkildə. Daha sonra burada
belə bir move entities funksiyamız var. Bu move entities'e klik elədiyiniz zaman sizə deyir ki, move eləmək istədiyiniz nədirsə, yəni hərəkət elətdirmək istədiyiniz nədirsə onu seçin. Mərkəzin gəlib seçirik bunun. Daha sonra bunu mərkəzin deyil də buranı seçirik. Daha sonra hərəkət elətdirmək istədiyiniz yeri seçin deyir. Məsələn, mən deyirəm ki, buradan tutub hərəkət elətdirmək istəyəcəm. Burada entities'i seçdim. Nəyi hərəkət elətdirmək istəyirəm. İkincisi isə hardan hərəkət elətdirmək istəyirəm. Məsələn, buradan da seçib belə hərəkət elətdirmək olar və ya bunu buradan silib gəlib bura bunu da seçib mərkəzindən də götürüb hərəkət elətdirmək olar. Deyirsiniz ki, bunun fərqi nədir normal hərəkətdən? Bunun fərqi odur ki, tutaq ki, belə bir şey çəkmişik və buradan götürüb hərəkət elətdirməyə çalışırıq. Alınmır. Hamısını seçirəm, hərəkət elətdirməyə çalışıram, alınmır. Mümkün deyil. Yəni, çoxlu şeylərdə hərəkət elətdirə bilmirəm və hərəkət elətdirdiyim zaman shape pozulur. Burada necə eləyəcəyik? Hamısını seçirik, move entities deyirik, hamısını avtomatik olaraq seçdi. Hərəkət elətdirmək istədiyimiz yeri seçirik, yəni hardan hərəkət etdirəcəyik, bunu seçirik. Avtomatik olaraq bir hissə olaraq gəlir, gətirib bunu orijinə qoya bilirik. Move entities'də bu işə yarayır. Yəni, çoxlu fiqurları və ya alətlər qutusundan seçdiyimiz fərqli alətləri bir ortamda çəkdiyimiz zaman hərəkət elətdirmə problemi olduğu üçün move entities'dən istifadə edirik. Bu işə yarayır. Bu qədər. Buradakı display hissəsi relationshiplərdir. Bunlar hələ ki heç ehtiyac yoxdur. 3D'də sizə deyəcəm. Sağ tərəfdə gördüyünüz şeylərin heç birinə ehtiyac yoxdur hal-hazırda. Sol tərəfi izah eləmişdim. 3D ağacdır. Burada etdiyiniz şeylər bir-bir işləmlər görsənir. Daha sonra isə burada sizə deməm gerəkən çox qısa bir şey var. Bəzən olur ki, circle çəkdiyiniz zaman hal-hazırda mən circle mərkəzini qoymuşam, amma heç cür o circle-ı hərəkət elətdirə bilmirəm. Yəni, böyüdüb kiçildə bilmirəm. Hazırda heç yerə klik eləməmişəm, sadəcə mərkəzə klik eləmişəm. 0 olaraq qalır. Burada heç nə olmaz. Bu SolidWorks-ın bəzən özünün tutulma funksiyalarıdır. Problem deyil. Gəlin burada ölçünü yazın. Məsələn, 50'liyi çəkmək istəyirsə 50'liyi yazın. Bu şəkildə gələcək. Və ya yenidən çıxıb təzədən gələ bilərsiniz bura. Yəni, məsələn, tutaq ki, düzəlmir. Gələm, bir də seçirəm. Burada çəkirəm və heç bir problem olmur burada. Bəzən dediyim kimi, origindan bunu başladanda bu 0 problemi verə bilir. Hal-hazırda vermədi. Bəzən olur, o zaman da ölçü girib və ya eski basıb yenidən gedib o aləti seçib yenidən çəkə bilərsiniz ki, bu circle-da olur hər zaman. Burada başqa izah eləməli nə var? Dediyim kimi, məsələn, burada bir circle çəkdiyiniz zaman bu bəzən uzaqlaşa bilir və gedib onu tapmaq çox çətin olur. Hal-hazırda gördüyünüz kimi mənim mouse'um buradadır, düzdürmü? Mən əgər yaxınlaşdırmaya çalışsam, mouse'umun ucu haradadırsa oraya yaxınlaşdıracaq. Və yaxınlaşdırıram və gedir mouse'umun ucu tamamilə fərqli yerə çıxır. Təzədən uzaqlaşdırıram. İndi mouse'umun ucun gətirirəm çevrə ilə üst-üstə salmağa çalışıram ki, çevrəni yaxınlaşdırsın. Bu şəkildə. Hər zaman çevrəni üst-üstə salmağa çalışıram, çevrəni yaxınlaşdırır. Başqa yerə elədiyim zaman başqa yerə yaxınlaşdırır. Gördüyünüz kimi. Əgər deyirsiniz ki, bunlarla heç uğraşmaq istəmirəm, promoy gəlsin belə otursun, nə çəkmişəmsə otursun mənim belə ekranıma fit olaraq. Gəlib burada zoom to fit deyə bir seçeneği var. Bu deyil də bu. Ən soldakı. Buna bastığınız zaman sizin model nədirsə avtomatik olaraq gətirir, ekranınızın mərkəzinə qoyur. Daha sonra isə burada göstərəcəyim göz seçeneğidir. Göz seçeneği bəzən olur ki, siz buradan OK vururam bunu. Bəzən olur ki, sizin skeciniz gizlənir. Məsələn, gözə klik edirəm hal-hazırda, mənim skecim gizləndi. Heç cür tapa bilmirəm. Əgər belə bir halla qarşılaşırsınız, bilin ki, bu gözə klik eləmişsiniz və sizin skeciniz hide olub, gizlənib. Bura bir dəfə də klik elədiyim zaman skecim gəlir. Və ya skecdən hal-hazırda çıxmışam və gördüyünüz kimi qri rəngdədir skecim.
Buna 2 dəfə klik edəndə sketch'e girdi və sketch'e girdi olduğumuzu göstərən işarətlər bunlardır. Bunu bastığım zaman sketch tamamlanır. 2 dəfə bastığım zaman sketch'e təzədən girirəm. Bunu bassanız, sketch'i save eləmədən çıxmaq istəsəniz, burada discard, change and exit. Bunu basırsınız. Bunu da eləyə bilərsiniz. Məsələn, ən axırıncı çəkdiyiniz şeylər istəmirsiniz. Qalsın yaddaşda burada. Görmək istəmirsiniz onları. Onları ya silə bilərsiniz, ya da buradan discard eləyə bilərsiniz. Bu şəkildə. İndi sizə qısa bir 3D sketchin çəkilməsini də göstərəcəm. Biz 2D sketch çəkmişdik. İndi 3D haqqında kiçik bir məlumat verəcəm. Deməli necə? Sizə göstərdiyim kimi top plane. Bizim bütün çəkimlərimiz top plane üzərində olurdu. Bu arada mən bu hərəkəti mouse'un topunu sıxıb saxlayıram və mouse'umu sağa, sola, yuxarı, aşağı hərəkət elətdirirəm və bu şəkildə 3D ortamda hərəkəti təmin edə bilirəm. Mouse'un topunu basıb saxlayıram və bu şəkildə. İndi mən 3D sketchi çəkmək üçün bunları hamısını bir-bir seçirəm bu plane'lərin və gözə klik edirəm ki, mənə göstərsin bu plane'ləri. Normalda hide olurlar, gizlənirlər. Mən göstərəm. Göstərən kimi gördüyünüz kimi bunların rəngi dəyişdi. Bunlara bir də basıb hide edirəm. Yenə rəng dəyişdi. Bu şəkildə yenidən göy oldu. Bu şəkildə hamısını göstərir. Bunu niyə göstərirəm indi? Çünki 3D sketch'e biraz giriş eləyəcəyik və 3D sketch'e giriş elədiyiniz zaman nələri görməlisiniz və bu plane'lər niyə göstərilməlidir, onları izah edəcəm. Burada gördüyünüz kimi hər zaman gəlib, məsələn, top plane'ə basıb sketch açırdıq və ya top plane'ə basıb burada sketch açırdıq. 3D sketch'də isə heç bir plane'ə basmağa ehtiyac yoxdur. Gəlib burada sketch'in altındakı düyməni sıxırıq, sonra gəlirik burada 3D sketch'ə klik edirik. Avtomatik olaraq bizə burada origin'i göstərir. Hal-hazırda buna çıxdığım zaman bu origin'i göstərmir burada. Gəlirəm 3D sketch'ə klik edirəm bir dəfə də, bu origin gəlir. Və bundan əlavə olaraq, məsələn, line'a girdiyim zaman sadəcə xət çəkməyi göstərəcəm. Xətə girdiyim zaman burada o origin'ın üzərinə bir dənə də koordinat oxu gətirir. Yəni bir dənə də origin gətirir və koordinat oxlarının qırmızı o koordinat oxları biraz daha böyüyür və üst-üstə düşür. Bu deməkdir ki, mənim hal-hazırda çəkəcəyim line və ya hər hansısa bir figur sadəcə bu şəkildə və bu şəkildə hərəkət eləyə bilər. Yəni aşağı doğru hərəkət eləyə bilməz. Aşağı doğru dediyim, yəni bax, yuxarı doğru hərəkət eləyə bilir, aşağı doğru hərəkət eləyə bilir, bu şəkildə hərəkət eləyə bilir, amma bu şəkildə hərəkət eləyə bilmir. Normalda bizdə 3 tip hərəkət növü var burada. Bu şəkildə və bu şəkildə hərəkət var. Düzdürmü? İndi bunların bir də mənfiləri var. Bu şəkildə və ya bu şəkildə. Bunların mənfiləri var. Bu ox bildirir ki, sən hansı istiqamətlərdə hərəkət edə bilərsən. Gələn bu 3D sketchimdə yenə line'ı seçirəm və avtomatik olaraq gəlir. Məsələn, deyirəm ki, bu şəkildə bir line çək mənə. Burada sarı xətt göstərir. Gəlib sarı xəttə yapışdırdığınız zaman bunu, bu heç nə eləməmiş. Sadəcə gəlir, özü maqnit kimi çəkir. Yaxınlaşdırıram, maqnit kimi çəkir və bu deməkdir ki, bu ox üzrə hal-hazırda hərəkət edə bilir və bu ox üzrə düz olur. Düzlük əlaqəsi verir. Bu şəkildə klik edirəm. Bu ox üzrə düzlük əlaqəsi verdi. Sonra bu şəkildə çəkirəm. Yenə eyni metodika ilə. Bura gəldiyim zaman mən görə bilirəm. Existing relations'dan along x1'da bir relation verib. Yəni o x1 üzrə along olub. O relation verib. Və bura gəldiyim zaman görürəm ki, əgər mouse'uma diqqət eləsəniz, bura gəldiyim zaman görürəm ki, mən x oxum bu şəkildədir. Və x oxu üzrə özü avtomatik olaraq sarı xəttdə maqnit kimi yapışdığı üçün avtomatik olaraq sarı xətt relation verir. Əlaqə verir onlar arasına. Və ya gəlib buna klik elədiyim zaman y-ə görə, y0-a görə əlaqə verib hal-hazırda.
Amma indi yaddan çıxarmayaq ki, yaddan çıxarmayaq ki, biz indi yenə line-ı seçirik. Biz bu şəkildə və bu şəkildə hərəkət edə bilirik. Mən indi gəlib bu şəkildə hərəkət eləsəm, görürsünüz, həm sarı xətt çıxmır, həm də elə bilirəm ki, o şəkildə hərəkət eləmişəm. Məsələn, bunu buraxıram burada və deyirəm ki, bu şəkildə hərəkət eləmişəm, düzdürmü? Mən indi mouse'un topunu basıb saxlayıb çevirsəm, görürəm ki, heç əlaqəsi yoxdur. Mən, yəni, illusion olub, gözüm yanılıb ki, sanki düşünürəm ki, o şəkildə hərəkət eləmişəm. Məsələn, burada bax, elə görsənir, amma elə deyil. Çevirdiyim zaman görürəm. Bəs ora necə hərəkət edəcəyik? Bunun bəsit bir yolu var, çox bəsit yolu var. Line-a klik edin, yenə bax, bura və bura hərəkət çıxır. Bura klik edin bir dəfə, hal-hazırda buraya hərəkət edə bilmirsiniz. Tab düyməsini bir dəfə basın, avtomatik olaraq görürsünüzmü? Bunun istiqaməti dəyişdi. Yuxarı və bu şəkildə hərəkət eləmək olur indi. Bu şəkildə qoyuram line-ımı. Hal-hazırda bu şəkildə qoyduğum zaman həm qarıya dönür, əlaqə verir, həm də çevirdiyim zaman görürəm ki, düz çəkmişəm. Çünki line-ım burada bu şəkildə gedə bilir. Hal-hazırda təbi bastığım üçün yuxarıda gedə bilir, amma sağa doğru gedə bilmir. İndi sağa doğru çəkməyə çalışaq. Eyni bu xətt kimi. Gələm, hətta üst-üstə salmağa çalışıram. Çəkirəm, çevirirəm, görürəm heç əlaqəsi yoxdur. Yenə illusion. Mən fikirləşirəm ki, çəkmişəm orada. O xəttdə o istiqamətdə, amma elə deyil. Silərəm bunu. Yəni, o xəttlərə diqqət edin çəkərkən. İndi gələk bir fiqur çəkməyə çalışaq burada. Çəkəcəyimiz fiqur necə olacaq? Bunu çıxaq. Çəkəcəyimiz bu şəkildə olacaq. Tutaq ki, elə bir şey olsun. Düzdürmü? Və buradan bir xətt gəlsin, arxadan düşsün. İndi bu sizə tam olaraq açıqlaya bilmirəm burada, amma müsbət cəhəti də budur. Mən bunu bura keçirdiyim zaman çox rahatlıqla öz fikrimi aydın şəkildə göstərə biləcəm ki, mən burada nə izah edirdim məsələn. Yəni SolidWorks-ün əsas məqsədlərindən biri də budur. 3D ortamı bir-birinizə başa salmaq çox çətin olur çəkimlərlə və SolidWorks-ı çox rahat çəkmək olur. Onun üçün 3D sketchi göstərirəm ki, sizə biri bu şəkildə bir şey atsa, 3D sketchi artıq çevirə bilmə ehtimalınız olacaq və rahatlıqla başa düşəcəksiniz. Məsələn, gələm bura. Əvvəlcə yuxarı qalxıram. Yuxarı qalxmağa icazə verir. Qalxıram yuxarı. Sonra bu şəkildə getmək istəyirəm mən. Görürəm icazə vermir, təbi basıram. Bu şəkildə gedirəm. Sonra aşağı düşmək istəyirəm, icazə vermir. Gördüyünüz kimi aşağı düşməyə icazə vermir. Təbi basıram, aşağı yenə icazə verir. Gəlirəm, bu şəkildə qoyuram. İndi bu xəttlə bu xətti gələm bərabər eləyirəm. Bir-birinə bərabər olsun. Daha sonra bunlara yavaş-yavaş ölçü verək. Məsələn, bunun ölçüsü olsun 150. Bərabər olduğu üçün o da avtomatik olaraq 150 olacaq. Və gələk bunu ölçü verək indi. Bunun da ölçüsü olsun, məsələn 100. Bu şəkildə verdim mi? İndi mən bir dənə xətti arxadan uzatmalıyam. Line-ı seçirəm. Bunun tam orta nöqtəsini tuta bilirəm buradan. Orta nöqtəsini tuturam. Arxaya doğru getməliyəm, amma icazə vermir. Təbi basıram. Arxaya gedirəm. Sonra aşağı düşmək istəyirəm. İcazə verilmir, verir. Davam edirəm, aşağı düşürəm. Və arxadakı da bərabər olmaq istəyirəm buna. Bunu da equal verirəm. Daha sonra qaldı bunun ölçüsü. Bunun ölçüsündə buna equal edirəm. Sonra hər şey bəlli olandan sonra gəlib bu planeləri hide edə bilərsiniz və biraz öncə sizə çəkdiyim şeyi 3D sketchdə bu şəkildə görsənirdi. İndi məsələn bu deyirsiniz ki, originla tam belə düşmür üst-üstə falan. Bu kimi sizə göstərirdim ki, yəni belə bir səhvə yol verirsiniz. Original məsələn buradan başlasınız. Nə edə bilərsiniz ki, bunu rahatlıqla buradan qopara biləsiniz. Yəni gəlib original burada deyil də mərkəzdə bir yerdə verəsiniz. Bunu gəlirəm, silirəm. O sildiyim şey nə idi deyim bir də. Originala gətirib yapışdırmışam deyə bunu. Constant ilişkisi vermişəm bu xəttə. Bunu sildiyim zaman avtomatik olaraq original əlaqəsi qırılır. Görürsünüzmü? İndi nə edə bilərəm buradan? Gəllə bir dənə center line çəkirəm.
Dediyim kimi centerline heç bir önəmi olmadığı üçün istədiyiniz qədər çəkə bilərsiniz. Çəkirəm və bunları bir-birinə bərabər eləyirəm. Sonra bu centerline-dan tuturam, gətirəm, qoyuram origina. Bitdi. Oldu mənim mərkəzimdə. Və ya əvvəlcədən fikirləşib bu centerline-dan başlaya bilərsiniz. Centerline-ı çəkib, sonra belə bir xətt çəkib, sonra belə, belə. Bu xətti çəkərkən də mid line-dan da istifadə edib, bu şəkildə tez bir şəkildə çəkə bilərsiniz. Və beləliklə tamamlaya bilərsiniz modelinizi. 3D sketchdə bu qədər. 2D-ni tamamilə bitirdik. 2D-də öyrənməmiz gerəkən şeylər bunlardır. Poligonu burada göstərməyəcəm. Poligona heç ehtiyac yoxdur. Poligon da dediyim nədir? Fərqli fiqurların çəkimidir. 3D-də göstərməyə qərar verdim onu. Əvvəlcədən sizə kiçik bir məlumat vermişdim poligon haqqında. Amma dediyim kimi poligonu göstərməyə hələ ki ehtiyac yoxdur. Elə düşünürəm. 3D dərslərində görüşmək üzrə.